Məsələn, deyirəm ki, mən evə gəldim. Baxıram, nə etdim? Gəldim. Kim mən? Mən haraya gəldim? Evə. Zərflik. Balası var da. Əgər ailədə artıq bala varsa, deməli genişləndi də ailə. Bu geniş cümlədir. İndi bizi necə çaşdıracaq? Verəcək mübtədanı tutaq ki, verməyəcək. Və yaxud da bayaq adlıq cümlədə var idi, keçdiyimiz adlıq cümlədə. Yəni ki, mübtədası verməyəcək, ya da ki, xəbəri verməyəcək. İkinci dərəcəli üzv verəcək. Və baxın, elə bu cümlə deyim. Məni yazmasın. Yazsın ki, bu cümlə üzərində izah edeyim ki, bilək. Məni yazmasın. Yəni, məni sileyim. Yazsın ki, evə gəldim. Deyir ki, genişdir, müxtəsərdir. Mən baxıram, nə etdim, gəldim. Haraya? Evə. Hə, balası varmı? Demək, bu genişdir. Nədənsə deyir ki, mübtədası yoxdur da, ona görə bunu müxtəsər götürür. Mən mübtədaya niyə baxıram ki? Genişliyinə baxmaq üçün balalar ailəni genişləndirir də, balaya baxın. Mübtədası olmasa da, ikinci dərəcəli üzvü varsa genişdir. Və yaxud adlıq cümlə misal yazın, baxın, ailə gecə. Adlıq cümləyə keçəndə yazdığı, ailə gecə. Cümləm bitdi. Mənə deyir ki, müxtəsərdir, genişdir. Baxıram, nə gecə? Necə gecə? Aylı gecə. Balası varmı? Demək, bu necə cümlədir? Geniş cümlədir. Yəni, qısa və konkret sizə müxtəsər və geniş cümlə deyəndə bu sadə cümlə növləri dərsində mütləq sizə düşəcək. Deyəcək ki, müəyyən şəxsli geniş cümlədir. Yəni, onda siz baxacaqsınız, müəyyən şəxsliyin heç o, özünüz bilirsiniz ki, necə tapmaq lazımdır. Geniş müxtəsərliyindən söhbət gedirsə, siz baxacaqsınız. Balası varsa, o genişdir. Baladan yoxdursa içərisində, deməli o cümlə müxtəsərdir. Bu qədər asan.